Tağıyev Rəşad Tofiqoğlu'nun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2 maddəsilə təqsirləndirilməsinə də cinayət işinin açıq məhkəmə iclasında baxaraq məhkəmə. Bakının Qaradağ rayonunun ərazisində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan Rəşad Tağıyevin cinayət işi üzrə məhkəmənin istintaqı yekunlaşıb. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə baş tutan yekun iclasda prokuror çıxış edərək Rəşad Tağıyevin 10 il 6 ay azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib. Müşavirədən sonra hökm elan olunub. Rəşad Tağıyev 10 il azadlıqdan məhrum edilib. Qeyd edək ki, hadisə 2025-ci il iyunun 30-da gecə saatlarında Qaradağ rayonunun Lökbatan qəsəbəsi Massiv 1 adlanan ərazidə baş verib. Məlumata görə Rəşad Tağıyev aralarında yaranan mübahisə zamanı 36 yaşlı həyat yoldaşı Sevinç Hüseynovanı qəsəbədəki gölün yanına aparıb, ona bıçaqla müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək qəsdən öldürüb. Sevinç Hüseynovanın meyti qəsəbə ərazisindəki gölün kənarında tapılıb. Rəşad Tağıyev barəsində Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi ilə ittiham irəli sürülüb.